Mən özümə sual verin. Siz özünüzə sual verin. İmam yoxdur bugün. Mənim vəzifəm nədir? Siz əgər İmam-ı Sadiq əleyhissalamın dövründə olsaydınız, Mədinədə yaşasaydınız, sizin vəzifəniz nə idi? İmam Musa Kazım əleyhissalamın zamanəsində yaşasaydınız, imamı Bağdad şəhərində, həbsxanada saxlayanda siz o evdə oturardınız, durub tamaşa edərdiniz, yoxsa bir vəzifəniz olardı. Ağamız Əmir əl-Müminin Əli əleyhissalamı 25 il evdə əyləşəndə Allahın aslanı, Peyğəmbərin elminin şəhərinin qapısı, quyu qazanda, xurma ağacı əkəndə, kasıblara yardım eləyəndə, onu hakimiyyətdən, vəzifədən, xilafətdən uzaqlaşdıranda, həmin zaman özünə şiə deyən imamı qəbul eləyənin vəzifəsi nə idi? O da desin ki, imam gedib bağda işləyir, mən də gedim bağda işləyim. Vəzifəmiz var da. Bugün İmam Zaman əleyhissalam qeyb dövründədir. İmamın öz vəzifəsi var. Bizim də öz vəzifəmiz var. O vəzifələrimizi doğru düzgün yerinə yetirsək, inşallah bir gündə İmam Zaman ağa belə bir cümə günündə Kəbənin yanından səsini eşidəcək ki, ağa zuhur eləyib. Nədir vəzifəmiz? Bizim bir fərdi vəzifəmiz var, bir də ictimai vəzifəmiz var. Fərdi vəzifəmiz budur. Bir, imamı tanımaq. Necə ola bilər bizim adımız şiə olsun? Necə ola bilər mən imamdan danışım, amma imamı tanımayım? Ona görə tez-tez qardaşlara bundan öncə dedik, qardaşlar, sabah biri sənə deyər, imam qəbul edirsən, nəyə əsasən imam qəbul edirsən? Necə ki, yayıblar, mən Peyğəmbəri qəbul edirəm. Peyğəmbərdən başqa bir şey qəbul edirəm. Quranda göstər mənə imamı. İsra surəsi 71-ci ayə. Allah Teala belə buyurur. Qiyamət günü hər kəsi, hər bir insanı öz imamı ilə çağırarıq. Kimdir sənin imamın? Qiyamətdə səni kimdən çağıracaqlar? Dediyimiz kimi, ədalətsiz, zülm eləyən, gündə min cür hoqqadan çıxan o zalim rəhbərlərlə qiyamətdə gələrsizsə, buyurun, qoy gələrsiniz, olsun sizin. Amma Quran deyir ki, sənin bir rəhbərin imamın olmalıdır. Mən düşünməliyəm, bu Quran ayəsi bu gün də var. Və bu gün də bu ayə bizdən soruşur. Burada əyləşənlərə, bu sözümü eşidənlərə, qiyamət günü səni imamla çağırırlar. İmamın kimdir? Cavab ver. Falan ölkənin rəhbəri ki, Fələstinə kömək ki, eləmir, hələ İsrailə neft verir, onunla gələrsənsə nuş olsun, elə onunla gələrsən. Gecələri mincir oyundan çıxan, xalqının haqqını yiyən, xalqına zülm eləyən, yalandan saqqal saxlayıb cəmaata Peyğəmbər minbərində danışana imam deyilsizsə, elə onlarla gələrsin. İmam-ı Hudən, İmam-ı Zəlala hədisdə var bu ayədə. Biz tanıdığımız imam 12-ci imamdır. Bizim zamanımızda odur. Kim onun dövründə yaşayıb bu ayə əsasən onu özünə imam seçməlidir. 2. Peyğəmbər də deyir, Allahın salamı olsun ona və əhl-i beytinə. Hər kəs zamanəsinin imamını tanımasa, cahil ölmüşdür. İstəyirsinizmi cahil öləsiniz? Xeyr, Allah eləməsin. İmamı tanıyın. İmamı tanımaqdan da məqsəd bu deyil. Adı Peyğəmbərin adı qısa, bir dənə də məşhur ki, adı var aramızda bilirik. Mehdi əleyhissalam bu kifayət deyil. Allahümme sallallahu Yəni imamı pasport səviyyəsində tanımaq, adını bilmək kifayət deyil. Mərifət kəlməsi gəlib. Mərifətin olsun. İmamı tanımalısan. Bilməlisən mənim o imamım kimdir, bugün məndən nə istəyir. Ona qalsa, eşitmişsiniz, sosial şəbəkədə açıq-aşkar var. Amerikalılar İraqı işğal eləyəndə açıq-aşkar tutub şiyələri, alimlərin ətrafını incidirmişdilər ki, o Mehdi hardadır əleyhissalam. Onlar da onun üçün gəzirlər. Bizə ki, Abbasilər də onun üçün gəzirdilər ki, dünyaya gələndə öldürsünlər, canları qutarsın ki, yox. Bu günləri İmam Zaman əleyhissalamı araşdıran ən güclü siyasi mərkəzlər İsraildədir. Onlar gecə-gündüz qoyublar. Hətta alim var, iddia edirdir, Kəbənin üstündə o binanı tikiblər, o elə belə deyil. Oradan kameraları qoyublar, bilirlər ki, bütün kitablarda, fərq etməz, bütün məzhəblər, bütün müsəlmanlar deyir ki, o Kəbənin yanından çıxacaq. Düz Kəbənin yanına ver o kameraları, qoy imam gələndə, ki, elə orada da işi boğub qutarsınlar. Bəli, imamı sırf adla tanımaq deyil, onlar da belə tanıyırlar. Söhbət imamı layiqincə tanımaq. Bugün imam haqqında ayə, hədis, mərifətin olsun. Biləsən, o imam bugün məndən nə istəyir? O imam bugün niyə gecikir? İmam bugün niyə zuhur etmir? 2. İmamı tanıdıqdan sonra imamı sevmək lazımdır. Allah Teala Qur'an-ı Kərimdə əmr edir bizə. Şura 23-cü ayə. Şura surəsi 23-cü ayə. Peyğəmbər öz peyğəmbərliyinin muzdunu, çəkdiyi risalətinin, peyğəmbərliyinin, zəhmətini, əhl-i beytini sevməyə qərar verib. Qul la əsəlukum aleyhi əcra illəl məvaddətə fil qurba. Sizdən peyğəmbərliyimin əvəzində heç bir şey istəmirəm. Demədi namaz qılın. Mən peyğəmbərin, istəyirsiniz əvəzin verəsiniz, gedin namaz qılın. Demədi bunu. Gedin oruç tutun. Bunlar da deyib də bir şey istədi. İlləl məvaddətə fil qurba.
Əhli beytimi sevin, məvəddət və məhəbbət et. Hər gün o ağaya salam verin. Bəli, hər gün o ağaya dua eləyin. İmam Rıza İslam buyurur ki, hər gün ona dua eləyin. İmam Rıza İslam deyir, əmr eləyirdi, hər gün İmam Zamana dua olunsun. Hələ İmam Zaman dünyaya gəlməmiş. İmamın salamətliyi üçün, zuhuru üçün Allaha yalvarın, göz yaşı dökün, gəlsin qoy. Hər gün imamla beyət eləyin. Tez-tez görsən, şiyələr durub imamların yanına gedərmişlər. Deyir, İmam Sadiq ağa, əlvi uzat səndən beyət eləyib. Həzrət Əlinin yanına gedir, deyir, ağa, əlvi uzat. Mən onları qəbul eləmirəm. Mən hələ də səni qəbul edirəm. Baxma, evdə əyləşmirsən bu günləri. Əlvi verib beyət eləyib. Bu günləri biz imama əlimiz çatmasa da, hər gün bir dəfə dönək üzü qibləyə salam verib qalır, deyir, ağacan, mən rəhbərim var, sənsən. Mən böyüyüm var, sahibim var. O da sənsən. Hər gün ağaya beyət eləyin. Onu yaddan çıxartmayın. 3. İmamın sözünə qulaq asıb ona itaat eləyin. Mən imam qəbul edirəm, amma imamın dediyini eləmirəm. Necə olarsan həqiqi imam qəbul edirsən? Qəbul etdiyinin, sevdiyinin sözünə gərək qulaq asasan. İmamın razılığını qazanmaq lazımdır. İmam məndən nə istəyir? Bugün mənim qabağıma çox işlər çıxır. Baxıram burada imam nə deyir, başqaları nə deyir? Kimin fikrini seçirəm? Evdə həyat yoldaşım məni qısnayıb filan iş olmalıdır. Görəm imam nə deyir? Dostum məni məcbur edib filan iş olmalıdır. O görə Allah nə deyir, imam nə deyir? İmam Sadiq əleyhissalama bir nəfər deyir ki, niyə bu qədər Salmanı tərifləyirsiniz? Əhl-i Beyt həmişə Salmanı tərifləyib əleyhissalam. Baxın, özdə o adam deyir ki, Salmanın farsidir. İmam deyir, əvvələn farsi deməklə Salman-ı Muhammədi. Kişiyə baxır, adın çəkəndə imam qarşı tərəfə deyir ki, onun adını da çəkəndə düzgün adın deyil. Haqqında düzgün sözdür. Tanımaq bu deyir. Ona görə biz Salmanı tərifləyirik ki, onda 3 dənə xüsusiyyət vardı. Biri budur. Salmanın qabağına 2 iş çıxardı. Öz şəxsi rəyi Mövlası ağası Əmir Əl-Müminin Həzrəti Əleyhisselamdan uyğun gəlməsəydi, o öz fikrini yox, imam deyəni seçərdi. Mənə bir toya dəvət ediblər, gedim orada iştirak eləyim, eləməyim. İmam Zaman sən bilən o toya gedərdi. Hələ eşitmişəm bəziləri o haram toyda eləşib paylaşım deyirlər. Haram toydu qardaş, eləmə, mömin. Məni filan məclisə çağırıblar, İmam Zaman deyir, get. Filan kəs məndən pul istəyir, filan kəs məndən bir iş istəyir. İmam Zaman nə deyərdi? Salman ona görə Salmandır ki, Allah qatında dəyəri var. İmamlar onu tərifləyir ki, bu adamın qabağına iş çıxanda öz fikri İmam Əli əleyhissalamın fikrindən üstün gəlməyəndə, üst-üstə düşməyəndə öz fikrini tapdalayardı, imamın sözünü eləyərdi. 4. Qeybət dövründə qardaş, çətinliklər ki olacaq, onlara səbirli olmaq lazımdır. Bəli. Axirət zamanın çətinliklərinə dözmək lazımdır. Səbirli olmaq lazımdır. Allah Teala Qur'an-ı Kərimdə Ali-İmran surəsinin 200-cü ayəsində görün Allah Teala nə deyir? Ya eyyuhəllezine amenu, ey iman gətirənlər, ey möminlər, isbiru və sabiru və rabitu vəttəqullah ləalləkum tuflihun. Ey iman gətirənlər, səbirli olun və başqalarını da səbrə dəvət edin, sövq edin. Düşmən qarşısında müqavimət göstərin. Sərhəddin keşiyində durun yaxud və Allahdan qorxun, bəlkə nicat tapasınız. İmam Muhammed Baqir əleyhissalam, İmam Cəfər Sadiq əleyhissalam bu ayə haqqında buyurur ki, qeybət dövründə, İmam Zaman ağanın bax bugünkü dövründə səbirli olmalısan, çətinliklərə dözməlisən, vacibləri yerinə yetirməlisən, müsibətlər, bəlalar var üstümüzə gəlir hər tərəfdən. O müsibətlərə dözməlisən, tez qaçmamalısan, imandan çıxmamalısan, düşmənin qabağında müqavimət, duruş göstərməlisən və İmam Zaman ağa ilə də öz rabitəni qorumalısan. Maddiyyatla səni sıxarlar, mənəvi sıxıntıların olar, təhqir eləyərlər. Ad qoyarlar, namaz qılarsan ad qoyarlar, ziyarata gedərsən ad qoyarlar, haqqı deyərsən ad qoyarlar, xanım başın bağlayar, ona təhqir eləyərlər. Nə olarsa hamısın, bu fitnə fəsad ki olacaq, bütün bunlara gələk dözəsən. Son sözümü qurtarıram. Alimlərin gözəl bir cümləsi var. Baxın, heç olmasa, zuhur dövründə zuhura hazır ola bilmiriksə, vəzifəmizi doğru düzgün icra edə bilmiriksə, heç olmasa İmam Zaman ağanın zuhurunu gecikdirməyək. Çox böyük cümlədir ya. Səhvləmirəmsə Ayətullah Behçətdən olmalıdır. Sən mən o zuhuru tezləşdirə bilərik, həm də biz zuhuru gecikdirə bilərik. O alim demişkən, Quran deyir, Peyğəmbər sizə nümunədir.
Peyğəmbər kimi olun. Əhl-i Beyt kimi, ağamız Əli əleyhissalam kimi olun. Əbəlfəz ağa kimi olun. Öyle heç olmasa Salman kimi olun. Hatta heç olmasa Muaviye olmayın da, Yezid olmayın da, Şümür olmayın da. Qoyub qaçmayın da imamları. Sabah soruşacaqlar. Bu dünya bitəcək. Qəbirdə elə o səndən Şümürü soruşmayacaqlar. İmamı soruşacaqlar. Ona görə qardaşlarım, əzizlərim, gəlin o İmam Zaman ağanın dövründə ki, ən ağır dövrdür və bizim savabımız, mən demirəm, imamlar deyir, imamların dövründə yaşayanlardan çoxdur. Bəli, biz imama əl tapa bilmirik. Əlimiz çatmır imama. Biz imanımızı qoruyaq, əqidəmizi qoruyaq, çətinliklərə dözək, müsibətlərə, imtihanlara dözək və bir gündə inşallah Allahın köməyi ilə belə bir cümə günündə bir-birimizə ağamızın zuhur xəbərini verək. Həmin gün inşallah Allahın köməyi ilə o günü görərik. Görməsək də, gələcək nəsillərimiz də görsə, biz axirətdən onu yaxşı görər. Ləyaqətimiz olsa, hədislərə əsasən Allah bizi təzədən bu dünyaya qaytarar. Bu Quranın məntiqidir, özümdən demirəm, rəzət deyirlər. Ona görə, qardaşlarım, qeybət dövründə diqqətli olaq, vəzifələrimizi doğru düzgün icra eləyək.